Aprelin 20-sinə olan məlumatlar belədir. İqtisadi Şuranın aqrar sahənin inkişafına həsr olunmuş iclası keçirilib. Aprelin 20-si Baş nazir Əli Asadovun rəhbərliyi ilə keçirilən İqtisadi Şuranın iclasının gündəliyində aqrar sahənin dayanıqlı inkişafı, o cümlədən mövcud vəziyyət və inkişaf perspektivləri, kənd təsərrüfatında istehsalının artırılması və digər cari məsələlər ətraflı müzakirə olunub. Bir digər məlumatımız Dövlət Statistika Komitəsinin məlumatı ilə bağlıdır. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya elektrik enerjisinin ixracı artıb. 21 milyon 476 min kilovat-saat həcmində elektrik enerjisi ixrac edilib ki, bu həcmdə elektrik enerjisinin ixracından əldə olunan gəlir 1 milyon 189 min ABŞ dolları olub. Bir digər xəbər, bu ilin yanvar-fevral aylarında Azərbaycandan Suriya Ərəb Respublikasına 53 milyon 926 min ABŞ dolları dəyərində 160 milyon 472 min kubmetr təbii qazın ixracı ilə bağlıdır. Qeyd edək ki, 2025-ci ilin iyulun 12-sində Suriyanın keçid dövr prezidenti Əhməd Əl-Şaranın Azərbaycana üçgüzar səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında anlaşma memorandumu imzalanıb. Aprelin 21-i isə Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub. 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri stansiyasından Böyük Kəsiş stansiyası istiqamətində yola salınıb. Belə ki, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılıb. Azərbaycan və İspaniya arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair müzakirələr aparılıb. Tərəfdaşlığa dair yol xəritəsi qəbul edilib. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib ki, nazirin birinci müavini Elnur Əliyev rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə birlikdə İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniya-Azərbaycan dərin masası, 2-ci İspaniya-Azərbaycan strateji iqtisadi dialoqu və İspaniya rəsmiləri ilə görüşlər keçirilib. Bu ilin 1 aprel tarixinə dək isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5689 mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri, eləcə də 101584 fərdi sahibkar fəaliyyət göstərib. Bu barədə Statistika Komitəsi bildirib. 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə müvafiq olaraq 407 vahid və 5709 vahid artım deməkdir. Aprelin 22-sində isə Azərbaycanın işğaldan azad olmuş ərazilərinin yenidən qurulması və bərpası məqsədi ilə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifarişləri sənədləri əsasında 386,2 milyon manat vəsait istifadə olunması ilə bağlı xəbər yayılıb. Həmin vəsaitin 355,2 milyon manatı infrastruktur təyinatlı layihələrin, məsələn, avtomobil yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 185 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikinti işlərinin aparılması üçün 142 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərin icrası üçün 28 milyon manat, 10,7 milyon manat isə səhiyyə və mədəniyyət yönlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə xərclənib. Bu ilin aprel ayında isə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 198 milyon ABŞ dollarına çatıb. Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri isə 73 milyard 541 milyonu ötüb. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Çinin BCP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf X hesabında paylaşım edib. Görüş çərçivəsində SOCAR və BCP tərəfindən birgə təsis edilən Caspian Geo şirkətinin uğurlu fəaliyyətindən söhbət açılıb. Eyni zamanda cari layihələrin icrası, əməliyyat səmərəliliyinin artırılması və əməkdaşlığın inkişaf perspektivi ətrafında fikir mübadiləsi aparılıb. Aprelin 23-də isə Bakıda, Xəzər və Mərkəzi Asiya regionlarında neftin ticarəti və logistikasına həsr olunmuş ikinci forum özüşünə başlayıb. Qeyd edək ki, forumun gündəliyi dəyişən qlobal mühitdə nəqliyyat və infrastruktur, maliyyə aspektləri və əməliyyatları, eləcə də ticarət strategiyaları daxil olmaqla əsas sahələri əhatə edir. Asiya İnkişaf Bankı isə 2025-ci ildə Azərbaycana ümumilikdə 55,8 milyon ABŞ dolları ayırıb. Bu barədə bankın illik hesabatında məlumat verilib. Maliyyələşdirmənin əsas hissəsi adi kredit resurslarının payına düşüb. Bu məbləğ 48,2 milyon dollar təşkil edir. Bunun 47 milyon dolları dövlət kreditləri şəklində, 1,2 milyon dolları isə ticarətin və təchizat zəncirlərinin maliyyələşdirməsi proqramı və mikro maliyyələşdirmə proqramı çərçivəsində ayrılıb. 24 aprel tarixində isə Ələt Azad İqtisadi Zonasının ərazisi 1500 hektara yaxın genişləndirilib. Bununla bağlı Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsinin inzibati ərazisində yerləşən və
Ələt Azad İqtisadi Zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin İqtisadiyyat Nazirliyinin tərtib etdiyi yer quruluşu planında göstərilmiş dövlət mülkiyyətinə aid 1453 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna verilib. Digər bir xəbər isə bugün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 5 vaqona ibarət taxılın ümumi çəkisi 350 tondur. Belə ki, Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı Azərbaycan Dəmir Yolları GSC-nin Biləcəri Dəmir Yol Stansiyasından yola düşüb, daha sonra qatar Böyük Kəsir Dəmir Yol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətinə hərəkət edəcək. İndiyədə isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. Bu həftəlik bu qədər. Gələn həftə eyni vaxtda iqtisadi icmalla qarşınızda olacaq. Hələlik.